Salam dəyərli dostlar. Deməli bu videoda yol gedə-gedə necə süni intellektdən elmlənə bilərik, faydalana bilərik bunu göstərəcəm indi sizə. Deməli ChatGPT-nin səslisi qoşulubdur. İndi ona suallar verəcəm və suallarımı cavablandıracaqdır. Salam, hər vaxtın xeyir olsun. Mən yol gedə-gedə mənə hansı elmləri öyrədə bilərsən? Yol boyu sənə məhsul strategiyasını forşdurmaq, istifadəçi araşdırması aparmaq, prioritetləşdirmə metodlarını, texniki komanda ilə ünsiyyət bacarıqlarını, həmçinin bazar və rəqib analizlərini öyrədə bilərəm. Bir-bir gedərik. Sən soruşarsan, mən də izah edərəm. Yaxşı, bəs ingilis dili öyrədə bilərsən mənə? Mən bu yolu gedirəm da, yəni 1 saat, 2 saat yol boyu gedirəm. İstəyirəm ki, ingilis dilini biraz da olsa təkmilləşdirim. Nəsə bir qazancı olsun mənim üçün bu yol. Əlbəttə, ingilis dilini də yol boyu təkmilləşdirə bilərik. Sən hansı sahədə ehtiyac duyursansa, məsələn gündəlik danışıq, iş ingiliscəsi ya da spesifik mövzular üzrə dialoqlar qura, söz ehtiyatını artıra və tələffüzü məşq edə bilərik. Yəni yol sənindir, dil də. Mən kətdən gəlmişəm, kətdən çıxmışam, yəni ingilis dilim çox zəifdir mənim, həddindən artıq. Sıfırdan başlayaq, mənə ingilis dili öyrət. Məsələn, tutaq ki, restorana girmişəm, mənə hansı sözlər, hansı cümlələr lazım ola bilər, onları öyrət. Əlbəttə, restorana girəndə əsas ifadələrdən başlaya bilərik. Məsələn, salam vermək üçün hello, yer soruşmaq üçün may I have a table please, yemək sifariş etmək üçün I would like to order və s. Beləcə addım-addım praktiki ifadələrlə gedərik. Hamısı mümkündür. Yaxşı, belə bir cümlə quraq. Tutaq ki, bir dənə dönərxanaya girmişəm. Demək istəyirəm ki, dönərin içərisində soğan olmasın. O cümləni necə qurum? Məsələn, deyə bilərsən ki, could I have a dinner but without onions please? Yəni, həm nə istədiyini, həm də istəmədiyini rahat şəkildə bildirmiş olursan. Təşəkkür edirəm, çox sağ ol. Bu yolu gedirəm da, yəni mən bu 2 saat ərzində mənə hansı, nəyi öyrədə bilərsən ki, o mənim həyatıma çox müsbət təsir eləsin. Nə bilim, yaxşı pul qazana bilim ondan. Ondan sonra dünya görüşümü artırsın. Yəni nələr məsləhət görürsən? Yəni bir şey nəzərə çatdırım, üzr istəyirəm, bir dənə əlavə eləyəcəm. Bir şey nəzərə çatdırım ki, yəni roldayam da, başqa heç bir şey eləyə bilmərəm, telefonu əlimə qətiyyən götürə bilmərəm, ancaq səninlə səsli danışa-danışa bunu eləməliyəm. Tamamilə başa düşürəm. Sən sadəcə səsli danış, mən də səninlə eyni tempdə irəliləyərəm. Əlimizdə olan o 2 saatda mən sənə praktik bacarıqlar, düşüncə tərzini genişləndirən mövzular, eləcə də gündəlik həyatda dərhal tətbiq edə biləcəyin kiçik ingilis ifadələri öyrədəcəyəm. Beləcə hər dəqiqəni dəyərləndirərik, sən də öz yolunda qazanclı addımlar atmış olarsan.